Xəmiri ətirli, içli, bol, qozlu, ləzzətli bu bulkaları çox qısa müddətdə hazırlaya biləcəksiniz. Reseptdə qeyd etdiyim ərzaqlardan xəmir yoğururuq və acıması üçün qapalı bir dolaba yerləşdiririk. Mən mikrodalğadan istifadə edirəm. Yanına da yarım stəkan qaynar su. 15 dəqiqəyə xəmiriniz hazır olur. Bu müddətdə içliyi hazırlayırıq. Onun da reseptini videonun altında təbii ki qeyd etmişəm. Xəmiri 6 kiçik və 1 böyük kündəyə bölürük. Kiçik kündələri açıb içlik yerləşdiririk. Böyük kündəni isə yağlı kağızın üzərində yayırıq. Sonra videoda gördüyünüz kimi 6 hissəyə bölürük. Kənarlarına içlikli xəmirləri yerləşdiririk. Sonra da baxın bu formada piroqumuza forma veririk. Həm bulka deyə bilərsiniz, həm piroq deyə bilərsiniz. Üzərini də örtürük. 20 dəqiqədən sonra yumurta sarısı vururuq və bir hissəsinə xaş-xaş və ya küncüt əlavə edə bilərsiniz. Budur bulkalarımız hazır. Hazırlayan hər kəsə nuş olsun.